bilirsiniz. 92-ci ilin o ağır döyüşlərində Ağdərədə ölüm-dirim savaşı gedir və orada Ağdərə şəhərini almışıq, yavaş-yavaş yuxarı qalxırıq. Mən çox ölümcül yaralandım bir neçə nəfərlə. Bir onu bildim ki, bir həkim tərtərə gətirə, bir həkim gözümü belə yoxladı, dedi ki, gecdir, morqa aparın. Sonra huşumu itirdim və 2 gün yarımdan sonra ayılanda gördüm Mingəçevirdəyəm. Anam rəhmətli yanımdaydı və ondan soruşdum ki, hardayam, necədir, başladı deməyə. Sonra dedim, kim xilas elədi? O kişi axı mən atmışdı, kişi həkim idi o yoxlayan. Dedi, bəs məhəbbət həkim. Yaxşı ki, belə bir adam var. Və sonradan gəldim, görüşdüm, medsestralar, yəni tibb bacılar deyirdi, bu adam sağalmalıdır. Məni görəndə o meyitlərin içindəki bu ölüb, gəlib qucaqlayanda görüb, damarım tərpənir, yoxsa necə indi özü danışar. Ondan sonra başlayıb sağaltmalı. Renginə salanda raket vurulub, tərtərdə işıqlar sönüb, Bərdəyə göndəriblər, Bərdədə yer olmayıb, təzə Mingəçevirə. Sonra bugünə qədər də daima nəzarət üstündədir. Sizin yaralanan gününüz də mənim həyatımda silinməyən bir tarixdir. Təsəvvür eləyin ki, hər bir yaralıya biz ana-bacı kimi yanaşırdıq, hamımız. Kimliyindən asılı olmayaraq Tərtər xəstəxanasında hamı. Koridorla şəhidləri yerləşdirdik, şəhidlər üçün hazırladığımız yerdə. Qaça-qaça gəldim ki, koridorda 1-ci mərtəbədə yaralıdan yer yoxdur. Ən ağır yaralılarda biz keçdiyimiz yoldan sağ tərəfə yığıblar. Məndə də Allah ruhunu şad eləsin atamdan keçmə bir xüsusiyyət var, bir intuziya deyilən bir xüsusiyyət var. Mən həmişə onunla bəlkə də həyatda çox uğur qazanmışam o xüsusiyyətimlə. Əvvəlcədən hiss eləyirəm onu. Yaralıların hamısına baxdım, yaralıların hamısına ana-bacı sevgisi göstərərək keçdim. Elə bir kimsə mənə dedi ki, dön sağ tərəfə də bax. Meyitlər tərəfə. Bəli. Amma həqiqətən də əksəriyyəti artıq şəhid olmuşdu. Amma sizin tərəfdən keçəndə elə bir kimsə mənə dedi ki, əyil aşağı. Mən dizi üstə çöktüm aşağı, sizin göz qapaqlarınızı qaldırdım, baxdım, əlimi qoydum ürəyinizin üstünə, ürək döyünmür, göz qapaqlarında heç bir həyati reaksiya yoxdur, işığa reaksiya yoxdur. Nəbzinizi tutum, nəbz itmiş bir nəbz kimi hiss elədim, amma açığını deyim ki, gücüm nəyə çatdı. Xalatımın astarı yeri var, astarda bir balaca, onu cırdım. Deyirdilər, hə? Onu cırdım, tutdum sizin burnunuzun qabağına. Gördüm ki, xalatın astarı tərpənir. Biri var külək bunu bura tərpədə, biri var nəfəs bunu tərpədə. Mən bunu görəndə mən necə qışqırmışam ki, bu sağdır, bu uşaq sağdır, heç kimi gözləmədən hamı mənim çığırtıma yığıldı. Sizi aldım qollarımın üstünə, birinci qaçdım laboratoriyaya. Qaçdım laboratoriyaya, qan qrupunuzu götüzdürdüm. Çünki o qədər ağır bir vəziyyətdəydiniz ki, həyatla ölüm arasında mübarizə idi. Sonra sizi laboratoriyada uzandıranda həmişə bizi öyrədirdilər ki, bir ürək masajı eləyin. Bir ürəyinizə 1-2 dəfə xaricdən belə masaj kimi elədim. Gördüm, yox, nəfəs gedir, gəlir. Necə qışqırmışam. Qaldırdıq sizi bir rengen eləyək, baxaq yaranı vəziyyətə, daxildə qanaxma var, yoxdur. Ermənilər necə atdılarsa, bütün işıqlar söndü, çöldə transformator partladı. İndi mən qaça-qaça, ağlaya-ağlaya qaçıram ambulansa, təcili yardım maşınına. Həmişə bir güvən yerimiz olurdu ki, yaralıları bizdən uzaqlaşdıraq Bərdə rayon mərkəzi xəstəxanasına. Sizi ora göndərdim. Ondan sonra oradakı vəziyyəti də mənə danışdılar. Sonra sizi keçirmişlər Mingəçevirə.